qardaş əsr namazından qabaq və sonra sünnə namazı olub-olmadığını soruşur. Təbii ki, əsr namazından qabaq və ya sonra ratib sünnə yoxdur. Yəni, əsr namazına bağlı və daima qılınan sünnə namazı yoxdur. Və lakin əsr namazından qabaq istəyən 4 rəkət namaz qıla bilər. Və bəzi hədislərdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əsrdən qabaq 4 rəkət namaz qılardı. İmam Tirmizinin və İbn Məcənin sünənlərində Ali ibn Əbi Talib radiyallahu anhudan rəvayət etdikləri hədisdə buyurur ki, sahabə Peyğəmbər sallallahu aleyhi və səlləm əsr namazından qabaq 4 rəkət namaz qılardı. Və həmçinin Abu Davudun və Tirmizinin sünənlərində rəvayət etdiyi başqa bir hədisdə isə Allah Rasulü buyurur ki, əsrdən qabaq 4 rəkət namaz qılana Allah rəhm etsin. Bu cür dua edir. Və bu hədislər də həsən dərəcəsinə çatan hədislərdir. Yaxşı hədislərdir, sənədləri yaxşıdır. Yəni, bu hədislərlə əməl olunur. Baxma ki, bəzi alimlər bu hədisləri ayrı-ayrılıqda zəif görsələr də və lakin bir qism alimlər, hədisçilər bu hədisləri ümumi yəni sənədlərinin, yəni bu hədislərin sənədlərinin birləşməsi ilə, cəm edilməsi ilə həsən dərəcəsinə çatdığını qeyd ediblər və o alimlərdən birisi də bu əsrin böyük hədisçisi Şeyx Əlbani rahiməhullahdır. Bir sözlə, yəni bu hədislərlə əməl edilə bilər və hədislər həsən dərəcəsinə çatan hədislərdir. Və lakin əsr namazından sonra namaz qılınmasına gəldikdə isə şəriətin ümumi hökmü budur ki, sübh namazı ilə günəş çıxanacan, yəni sübhdən günəş çıxanacan və əsrdən günəş batanacan namaz qılınması ümumən qadağandır. Və lakin bəzi hədislərdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əsr namazından sonra 2 rükət namaz qılıb. Və bəzi sahabələr bunun daima olduğunu qeyd ediblər ki, Allah Rasulü daima belə edərdi. O səbəbdən alimlər bu məsələdə ciddi ixtilaf ediblər və bəzi alimlər deyiblər ki, əsr namazından sonra, həmən sonra, yəni vaxtını uzatmadan həmən sonra istəyən 2 rükət namaz qıla bilər və bəzi alimlər isə deyiblər ki, bu namaz Allah Rasuluna xasdır. Yəni, Allah Rasulü əsrdən sonra namaz qılardı və lakin bunu ümmətinə qadağan etmişdi. Və bəzi alimlər isə deyiblər ki, Allah Rasulunun əsrdən sonra qıldığı namaz o zöhrün son sünnəsi olub. Bəzən zöhrün son sünnəsini qıla bilməyəndə onu əsrdən sonra qəza edərdi və bu cür ciddi ixtilaf ediblər və bu ixtilaf sahabələr arasında da olub. Yəni, bəzi sahabələr bunu qadağan ediblər və bəzi sahabələr isə qılıblar. Və təbii ki, doğrusunu Allah bilir və lakin bu məsələdə, yəni mənim hələlik götürdüyüm və seçdiyim rəy budur ki, bu Allah Rasuluna xas idi. Yəni, əsr namazından sonra namaz qılınması Allah Rasuluna xas idi və Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə əsrdən sonra ta günəş batanacan namaz qılmağı ümumən qadağan edib və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammedin və alə alihi və sahbihi və səlləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.